Qrafik informasiyanın kodlaşdırılmasına aid maraqlı bir test nümunəsini nəzərdən keçirək. Qrafik təsvir 12,7 sm vur 50,8 sm ölçüdə 256 dpi icazə ilə skan edilmişdir. Qrafik təsvirin 256 rəng çalarlı olduğunu bilərək həcminin neçə kilobayt olduğunu müəyyən edin. Bizə təsviri 13,7 sm vur 50,8 sm ölçüdə və 256 dpi icazə ilə skan edildiyi verilmişdir. DPI bildiyimiz kimi dot per inch, yəni bir düymə düşən piksel sayını göstərir. Bizə təsvirin santimetrlə verdiyinə görə biz onu düymə çevirməliyik. Bildiyimiz kimi bir düym 2,54 cm bərabərdir. 12,7 cm düymə çevirən zaman onu 2,54-ə bölməliyik. Və nəticədə bizə 5 düymü verir. Eyni ilə 50,8 cm-də düymə çevirən zaman bizə 20 düymü verir. Qrafik təsvirin həcmini tapmaq üçün hər bir düymə düşən piksel sayını bir pikselin həcminə vurmalıyıq. Beləliklə 5 vur olsun 256, vur 20 vur olsun 256. Bizə təsvirin 256 rəng çalarlı olduğunu deyil, deməli ki, bir pikselə düşən həcm 8 bitə bərabərdir və bununla biz həcmi bitlə tapırıq, lakin bizdən kilobaytla istədiyinə görə biz onu 213-ə bölməliyik. 256-nı 208 şəklində və 8-i 203 şəklində yazsaq, 5 vur olsun 208, vur 20, vur 208, vur olsun 203, bölünsün 213 edir. Buradan 5 vur olsun 20, 208 vur 208 vur olsun 203 bizi 219 edir. Onu 213'a böldükdə bizi 206 yəni 64 verir. 5 vur olsun 20 vur olsun 64 6400 edir və beləliklə doğru cavab Y variantı olur.